Mən gördüm ki, burada bütün texnika, maşın, yəni insanlar gördüm, yox dedim, yəni söz-söhbət var idi, yəni Kəlbəcər alınmışdı. Yəni ki, dedim, həm də ermənilər içində qaldım. Buradan da çıxış yolu tapmalıydım ki, yəni çıxış yolu tapdım ki, yəni gecə harca gizlənim. Mən Əsgərov Əsgər Bağıroğlu 1973-cü il 20 yanvarda Quba rayon Xınalı kəndində dünyaya gözləşmişəm. Orta təhsilimi Xınalıda oxuduqdan sonra, yəni bizim kənd heyvandarlıqla məşğuldur. Mən ilk, yəni sənət demək olmaz, yəni ki, qışlağa çobanlığa getdim. 3-4 ay harca çoban işləyirdim ki, bizim fevral ayında Xocalı hadisəsi baş verdi. Xocalı hadisəsində ilk maaşımı mən kəsərgəli maaş verədim, mən maaşımı qəbul eləmədim. Dedim, mən maaşımı Xocalıda əziyyət çəkənlərə, Xocalı soyqırımına əziyyət çəkən qalanlara, yəni yardım üçün, yəni maaşımı qəbul eləmədim. 17 yaşım var idi, 18 yaşa keçirdim. Çoban yoldaşlarım indi məndən yaşlı idilər. Onların arasında ən cavanı mən idim. 17 yaşım var idi. Pulu verəndə, bilmirəm, mənə təni elədilər ki, orada gidib vuruşmaq lazımdır, yəni pul köçürmək yox. Yəni mənim cavan uşaq idim də. Bu söz məni tutdu və səhərsi gün, həmin günün səhərsi pulumu verdim, mən yardımımı elədim. Kim eləməsə də, mən elədim. Yəni ürəyim yandı, mən orta məktəbdə özümə görə axır oxumuşam, təhsil almışam, tarixi, Azərbaycanı, vətənimi sevmişəm mən. Səhərsi gün mən briqadirə, baş çobanımıza çomaxı gətirib əlimlə verib, təhvil verib, dedim, mən bugündən səninlə çoban işləyəməyəcəm. Mən gedirəm vətənimin xidmətinə, vətəni qorumağa. Hacıqabul rayonunda qışlağımız var bizim, oradan birbaşa gəldim Qubaya. Heç kimə qulaq asmadan da birbaşa gəldim Hacıqabuldan, sonra avtobusa gəldim düz rayona. Və bankomata və könüllü olaraq ərizəmi yazdım ki, könüllü olaraq Qarabağa girmək istəyirəm. Düzdür, mən yaşıma görə məni qəbul eləmədilər. Məndən başqa uşaqlar da var, orada kimsə könüllü girmək istəyirdilər. Biz qoşulduq adları deyə bilərəm sizə. Nüqətdən idi, Hüseyin deyən, rəhmətlik İdris deyən kişidən idi. Biz 5 nəfər, biz başa oradan məcbur getdik, biz çıxdıq Biləcərə. Biləcərdə vaxt könüllü gələnlər, Rusiyadan qayıtıb yarım xidmətdən gələnlər, yəni ordu yığılırdı, həm də birinci briqada yığılırdı Azərbaycanda həmin vaxt bildiyimizə görə. Biləcərdə bizi Mübariz Tağıyev adında bir, sonradan bilib ki, adı Mübariz Tağıyevdir. Görər, hansı dostlarımdan biri, akası qohum imiş. Gələr bizi qıraqdan görər, nöş gəlmiş bura, vuruşmağa gəlmiş, vətəni qorumağa gəlmiş. Nöş gələcək bura. Və bizi bu Mübariz Tağıyev qəbul elədi və bizi ilk dəfə getdiyim yer Şıxov oldu. Şıxov, yəni Ruslardan ilk dəfə alınan hərbi hissəsi idi o, 91-ci ildə. 92-ci ilin əvvəlləri, 92-ci il. Getdik, yəni hərbi təlimlərimi Şıxovda görmüşəm. 3 dəfədə hərbi təlimlər keçdik. Bir müddət, yəni işimə görəmi, nəyə görəmi qiymətləndirib məni Salyanskiyə göndərmişlər. Salyanskdə mən növbə rəisi kimi çıxırdım, daha çox Qaraolçu deyək də belə. Kimi növbə rəisi çıxırdım mən. Və orada da mən tab gətirmədim. Mənim bir arzum var idi. Ancaq xalqıma bu zülmü verən, o vəhşi ermənilərdən qisasımı almaq. Yazım aş idi, yəni mənim üçün nəsə, nə ad, nəsə şöhrət, nəsə maraqlı deyildi. Mənə bir şey maraqlı idi. Onların çəkdiyi o əzabları onlara çəkdirmək. Neyi bacarıramsa. Və mən Salyanskdan snarad maşınları gedirdik. Gecə mən saat 2-də gizlincə snarad maşınlarında çıxıb gitmişəm. Mən düz Laçına. Birbaşa gidib Laçına da yox, Kəlbəcərə gedib çatmışam. Kambirik Zaruzayev idi, general rəhmətlik. Və mən də Salyanskda olanda, Şıxovda olanda biraz da, nə bilim, təmizliyimə neyəsə məni biraz qiymətləndirirlər. Və mən ilk dəfə Kəlbəcərə gedəndə mənə orada döyüşə buraxmadılar. Bəs Səhra qospitali var idi orada. Dedilər ki, burada kömək lazımdır. Meyit daşımağa, döyüşdən meyit çıxartmağa, yaralılar çıxartmağa. Məni bir vasitə birinci belə işlərə qoşdular. Mən ümumiyyətlə vətənimə xidmətləyirdim.
Və getdikcə indi bilmirəm, kimsə inanmaz. Mən o Səhra Qostanda işləyə cərrah köməkçisində işlədim. Mən daha o sirləri öyrəndim terapevt həkimə kimi. Yəni terapevt həkimin biliklərinə yiyələndim. Yəni həm həkim işlədim, tibb təlimatçısı işlədim, cərrah köməkçisində işlədim. Və birbaşa Laçınacan biz gedib çıxdıq. Laçın, Kürtacı, Ərdəşevil, Taxtazavod, Pircahan, Qoçaza kimi. Yəni bütün bu kəndlərdə, yəni ki, Laçının demək olar ki, bütün döyüş kəndlərində oldum. Bütün döyüş vaxtlarında lazım gələndə yaralıları çıxartmağa, yaralıları kömək eləməyə, meyit çıxartmağımı. Arzum ancaq bir arzu vardı. Ancaq döyüşə can atırdım mən. Və bir vaxt belə gəldi ki, bizim Zaruzayevdən sonra komandir briqadamız dəyişildi. Əzza Qənizadə. Səhv eləmirəmsə, indi Hərbi Muzeyin reisidir. Azərbaycan Dövlət Hərbi Muzeyin reisidir. O yaralanmışdı. O maşını vurmuşlar, yaralanmışdı. Ayağından nasikoz, qəlpə yaraları almışdı. Və onu müalicə eləmək lazımdır. Orada da bizdə Kamil deyən güclü bir həkimimiz var idi, terapevt həkimimiz. Yəni, deyirlər, o insanın əlində bir qeyri-adi nəsə olur da. Yəni ki, Səhra Qostanın hamısı görürdü ki, hansı xəstəyə baxardımsa, o xəstəni mən daha tez sağaltırdım. Mən qısasından sizə deyəcəm, yəni məni göndərdilər ora ki, yəni ki, daha ora neçə həkim göndəririk, nəsə bunun rahat deyə bilmir, yəni bunun müalicəsini yaxşı apara bilmirlər. Komandir briqada idi 701-in, Əzza Qənizadə. Və məni göndərdilər. Təhsilim olmaya, komandir bilmirdi ki, mənə yəni təhsilim var, yoxdur. Onlar hələ bilirdilər ki, mən medinüstü qurtarmışam. Və onu mən müalicəsini apardım, 1 gün, 2 gün, 3 gün, bu dedi, yox, mən belə həkim görməmişdim, mən belə neysə. Və münasibətimiz yarandı və o məni buraxmadı. Ki, yoxsa mənim həm şəxsi həkimim olacaqsan, həm də onun hansı ki, o maşını vuranda onun Can Günəni də öldürmüşlər. Can Günəni də yox idi. Maşını ermənilər vurmuşdu. Hə, ermənilər vurmuşdu, Qoçaza vurmuşlar. Qoçaza vurmuşlar, burası Kambirik ağır yaralanmışdı. Ayaqlarında qəlpə yaralarına yaralanmışdı Kambirik. Kambirikin müalicəsini aparanızda Kambirik məni buraxmadı ki, və sonra da, indi yəni uzun söhbətdir bu, bir hadisə müalicəsindən bir ay ərzində, o biləndən sonra ki, hansı ki, mən heç bir tibbi təhsilim olmadan bu müalicəni aparıram. Yəni, şoka düşmüşdük ki, həkimlər, yəni ki, bacarmadığın daha çox, həkimdən daha çox bacarırsan sən. Və mənə buraxmadı. Neysə, bir müddət Kambirki yanında oldum, Kürtajda oldum. Hansı onun əmrlərinə qulaq astım. Lazım olan yerlərə onun əmrlərini aparırdım, döyüş bölgələrinə. Bilavasitə Səhra Qostanına da münasibətim var idi. Yəni ki, gidiş-gəlişim vardı Laçında. Bizim Səhra Qostanımız Laçında Taxtazavodda idi. Taxtazavod deyilir ölkəndə. Qoçozdan arxa tərəfdə, Qoça Pircahandan arxa tərəfdədir, Kəlbəcər tərəfdə. Neysə, günlərin bir günü bir xeyli vaxt keçdi, düzdür, döyüşdük, kəndlər bir-bir alınırdı. Neysə, təsadüfən bu ermənilərin əks hücumlarının nəticəsində mart ayında, 93-cü mart ayında biz mühasirəyə düşdük. Demək olar ki, biz mühasirədə idik Laçında. Mühasirədən biz çıxmalı idik. Mühasirədən çıxanda biz gəlib tunel deyilən yer var Kəlbəcərə gələcəkdə. Böyük itkilərinə, böyük insan tələfatına birtəhər biz mühasirədən kim sağ çıxdıq. Yanşaq ətəyi deyirlər. İndi Morov ətəyinə qalxan dağlar var orada. Yanşaq var, sonra Qılınclı var, Yanşaq var. Etap-etap bu kəndləri deyim də sizə. Ayın 2-si səhər idi. Mən qayıtdım təzən Səhra Qostanına. Qənizadən icazə istədim ki, yəni Səhra Qostanında yaralılar, yaralı həddindən artıq çox yaralı var idi. Dedim, orada daha çox, yəni köməyim dəyər mənim. Rəhmətlik gedib Əhliman müəllim vardı bizim tibb reisimiz. O da gözləyirdi ki, gəlim. Yəni, mənə vaxt orada dağ keçisi deyirdilər. Yəni, hərəkətlərimə görə, yəni, çox sağlam, çox gümrah olmuşam mən uşaqlıqda. Mən gəldim Əhliman müəllimin hüzuruna, dedim, bəs mən nə kömək, nə bacarımsa eləyim. Mən indi qısasından danışım sizə, 31-dən, 30-sundan, 30-u, 31-i, 1-i, yəni ağır günlər keçirdik. O meyitləri daşımaq, o tuneldən yaralıları dartıb çıxartdıq biz Yanşağa. Yanşaqda məskunlaşdıq həmin anda. Döyüş, hansı ki, bizdən harasa 1-2 kilometr döyüşlə aramız var idi. Az olardı ki, çox olmazdı. Və səhər-səhər bizdə ərzaq yox idi. Yaralılar həm
yəni bunlara ən azından yemək, ərzaq lazım idi ki, onlar yəni dirilsinlər biraz. Bütün maşınlarda, küçələrdə, qura, nə deyim sənə, açıq havada biz yaralılara xidmət edirdik, müalicə edirdik. Və səhər-səhər idi, aprelin 2-si. Dedilər ki, yəni kim gedib, daha səhər təzə açılardı, heç gün çıxmamışdı. Kim yəni ərzaq gətirə bilər? Bunlar məsləhətləşdilər ki, bəli, mən həm Ərzaq Qanizadənin yanında olmuşam, yəni mənə biraz hörmətlə yanaşırlar. Mənə ən azından saprovizat eləməyə BTR-mi, tank mı verəcəklər? Yəni gedib hardansa ərzaq gətirmək lazımdır. Yəni ermənilər ala-ala gəlmişdi. Kəlbəcərdə bu tərəfdən ala-ala gəlmişlər. Kəlbəcərin Qılıncı kəndi bizim əlbəttə ki, yançağa qalxan bir Qılıncı kəndi, bir də Laçından giriş, tuneldən belə giriş yançağa çıxırdı. Yəni Qılıncı kəndindən də öncə nəzarət ermənilərin idi. Burası orada bizim ərzaq anbarlarımız var idi. Yəni öncə ermənilər oraya girmişdi. Dedilər ki, buradan yəni bu yaralılar üçün nətər eləyək ki, heç olmasa yavan çörək olsun. Mən sinəmə döydüm, dedim mən onu gətirərəm. Gəldim, bilavasitə gəlib döyüş xəttini keçəndə dedilər, bu girmək olmaz ora. Dedim, yox, mən girəcəyim. Azər İmişlidən rəhmətli ovazımızına, sanatar ovazımızına icazəsi biz məcbur getdik Qılınclıya. Mənim, yəni istəyimlə. Düzdür, mən Qılınclıya getdim. Qılıncdan ərzaq da götürdüm. Düz bizə gedən yolda güllə atılıb, gülləbaran, yəni dağlardan, hardan saxırı gülləbaran atılırdı. Daha biz Qılıncda çörək yükləyəndə gördük ki, maşının üstündə yəni snarad deşikləri var idi. Biz ərzaqları mən götürəndən sonra həmin Qılıncda orta məktəbdə idi. Qılıncının köhnə orta məktəbində idi. Ştab yerləşirdi orada, ambar yerləşirdi. Və mən çörəyi alıb çıxandan sonra yüklədik, ancaq çörək yüklədik biz. Və gəlib orada gördüm ki, məktəbin qapısında, həmin bizim ştabın qapısında ofisiərlərimizin meyitləri var. Daha döyüş yəni sumkaları da, necə deyim, çantalar da üstündə, yəni ki, sumkalarında sənədlər var, siqaretələr, nənəminə. Mən bunların sənədlərini götürüb maşına atdım ki, yəni bunları götürüm və gedim burada deyim ki, yəni əsl ofisiərlərimiz ölüb orada, yəni ki, meyitləri qalıb. Biz ərzağı götürüb gəldik, doldurub, ancaq ərzaq doldurmuşdum mən maşına. Ərzaq bir də sıxışon numalı, koy deyəm, neydi axırı, yəni əsas nəsə yeyim, axar yeməyə bir şey olsun yaralılar üçün. Gördüm, heç kim, ilahi, yəni heç nə yox idi. Bomboş idi, dağılıq, sınıq, tökülük. Bir yəni hiss olunurdu ki, yəni viran günah almışdı. Ştabda, banisada, harca oradan 15 dəqiqə baxdım, itirdim. Mən düşdüm, gördüm ki, yox. Deməli, bunlar gəlince mən açım dizelləri, buranı alışdırımca pis yox. Yəni erməni əlinə salamat keçir bura. Mən dizelləri açıb hələ heç alışdırmağı təzə alışdırmışdım ki, yəni Salerka dizelləri idi. Orada bakları aça alışdırdım ki, yavaş-yavaş yəni məhv olsun, ermənidən salamat keçməsin bura. Yəni mən önce Kəlbəcər demək olar ki, işğal eləmişdi hətta. Ayın aprelin 2-si idi bu. Saat hardasa 12:01 radələri idi. Mən heç alışdırma, təzə başlamışdım ki, gördüm ki, mənim üstümə güllabanı gördüm ki, hələ bir yağış kimi assoçka verir, yəni döyüşdə olmuşam, bilirəm də, gördüm ki, güllabaran, yəni avtomat silahlardan, plyonetlərdən gələn ancaq snaryadlar idi. Hisslədim ki, damlardan deşikdim, yəni nə bilim, toz tutan qopurucu, yağış kimi yağır bura. Mən həyata aralanıb arxa tərəfə, yəni ki, bu yolun alt tərəfi idi, İsus tərəfi. Bir də var yolun üst tərəfi, Bardəniz tərəfi. Bardəniz tərəfə baxanda gördüm ki, bütün yamaclıq idi orada. O qədər ağaclıq yoxdur, orada boşluq, sarı yamaclıqlar idi. Gördüm oradan qoşunlar, tanklar, BTR-lər, texnika, mexanika Bardəniz tərəfdən gördüm ki, bu ermənilərdir. Yəni ki, özü sarı, onlar da vaxt çox sarı formada idi. Bardenizdən girən bütün ordu demək olar ki, sarı formada idi. Köhnə Sovet forması var idi, sarı formada idi. Gördüm, bu ermənilər daxil. Güllabaran deyirlər mənim üstümə. Sizi görmüşdülər, yoxsa? Uca görmüşdülər. Yox, uca görmüşdülər. Uca mən oradan yandırmışdım. Ora alışırdı uca. Gördük ki, uca yandırıram. Onlar görmüşdür ki, ora yanır. Mən binadan Manisa'dan ayrıldım, qaçdım uca yuxarı. Ki, bu maşın yuxarı gidib axı. Ovazımız. Mən yuxarı gittim ki, bunlara gidib çatım. Mən gidib heç 10 vermağa çatmamışım. Artıq 50 metr gitməmişdim ki, bir də onu gördüm ki, həmin Manisa'nın damı göyə uçdu. Qıratla vurdular oranı. Həmin binanı. Qıratla vurdular. Onlar hələ bildi ki, orada adam çoxdur, nəsə belə bilmişlər. Və mən qaça-qaça an vermaqdan yuxarı gedəndə gördüm ki, o yuxarıdan BTR gəlir. Ermənilərin BTR gəlir. Ermənidən bizim heç bir texnikamız yox idi.
Mən başladım qaçmağa üzü aşağı şəhərə. Hələ bir həmin küçənə. Və gəlib şəhərin çıxacaq, hansı ki, orada podyumdan bir dənə qalxırsan, bir dənə pirval kimi yer var, qalxırsan Kəlbəcərə girən yer. Bu dəqiq girdiyimiz yerdə gördüm ki, post var. Mən hoca görürəm ki, harası bir 60, 100, 200 metre görürəm ki, o post var. Burada hardan post yarandı? Yəni hiss edirsən, post yəni şəhərə baxmır, aşağı baxıb ki, post var. Mən hoca yəni özümü itirdim, dedim, bilmirəm, mən hoca nə etməliyəm? İndi axtar istəyirəm ki, bu maşın qayıtsın, yəni birləşək, yəni bunlarla çatım ki, bu nə hadisədir hoca baş verir? Və silahınız var idi? Var idi, avtomat silahım var idi üstümdə. Mən tezdən qayıtdım, qaçdım. Yəni şəmişə ki, mən hardasa demək olar 2 saat şəhərin içində mən qaçmalı oldum. Mən getdim tezdən həmin balnisadan İstisuya aşağı yamacıqlar idi. Mən oradan qaçmaq istədim İstisuya. Mən gördüm ki, yox, bu maşından əsər-əlamət yoxdur. Mən gəlib o həyətə çatanda balnisanın həyətinə girdim və aşağı kolxozluqlar idi. İstisu aşağıdan da alt tərəfdən də İstisuya gedir. İstisu kurortu vardı oraya. Mən gördüm ki, orada bütün texnika, maşın, yəni insanlar gördüm, yox, dedim, yəni söz-söhbət var idi, yəni Kəlbəcər alınmışdı. Yəni ki, dedim, həm də ermənilər içində qaldım. Buradan da çıxış yolu tapmalıydım ki, yəni çıxış yolu tapdım ki, yəni gecə-gecə harca gizlənim. Və orada bəzi vaxt mən yaralı meyit çox gətirirdim. Mən Kəlbəcəri tanıyırdım. Orada Yusuf doktor var idi, tanıdığım həkimlər var idi. Ulduz həkim var idi, İskəndər Həmidov bacısı var idi. Yəni onlara evlərində çörək yemişəm, mən yaralı meyit hərdən məni qonaq aparıblar, yəni gecələmək üçün aparıblar ki, səhər qayıtmalıydım Laçına nəsə belə, yəni ki, tanıyırdım bəzi evləri. Və mən həmin birinci küçədə Mamed müəllim doktor idi də, səhv eləmirəmsə, təxminən onun evini tanıyırdım. Onun evini axtarmaq istədim ki, gizlənim oralardı, gizlənim, nəsə mən gecə qaranlıqda heç olmasa çıxım. Belə çıxış yolu yoxdur mənim üçün. Mən evə girəndə ermənilər çörək yirdi evdə.